Sualın şərti belədir. Elə sözünün hansı nitq hissəsinə aid olduğunu müəyyən edin. Tapşırığa başlamamışdan qabaq yadda saxlamalıyıq. Elə sözü heç vaxt nə sifət olur, nə də zərf olur. Azərbaycan dilində elə sifəti zərfi yoxdur. Eləcə də belə. Ona görə A bəndi sifət və zərf cavabı var, kənarlaşır. B bəndində zərf sözü var, kənarlaşır. C bəndində sifət zərf var, kənarlaşır. İkinci addım, elə sözü belə sözü ilə əvəz olunanda və ya suala cavab verəndə əvəzləyir. Belə sözü ilə əvəz olmayanda və ya suala cavab verməyəndə ədəd olur. Tapşırığın verilənlərine baxaq. Elə kitabları, necə kitabları burada əvəzləyir. Üçüncü cümlədə sən hamı ilə daha elə danışma, necə danışma əvəzləyir. Deməli, birinci, üçüncü cümlədə elə, belə ilə əvəz olunur və suala cavab verir, əvəzləyir. İkinci cümlə, elə mən də səni gözləyirəm cümləsində elə belə ilə əvəz olunmur və ya suala cavab verilir. Eləcə də sən elə mən deyəni deyirsən. Burada da elə belə ilə əvəz olunmur və ya suala cavab verilir. Deməli, birinci, üçüncü cümlədə əvəzləyir, ikinci, dördüncü cümlədə isə ədəddir. Doğru cavabımız D bəndidir. Bunu diqqətli olaq, diqqətlə tapaq, işləyək və tapşırığın cavabını düzgün müəyyən edək.